Çünkü deyir imamımız ki oruç tutanda saçının teline qədər oruc olsun. Bədəninin dərisinə qədər oruc olsun. Dəri necə oruç tutur dostum? Dəri necə oruç tutur? Sən ona nə ötürürsən o ilə formalaşır. Onun orucunun qaydası, ədəbi budur. Sənin telin necə oruç tutur? Bu saç necə oruç tutur? Sən nələr qəbul edirsən gözünlə, qulağınla, dilindən, o başlayır ondan becərilməyə. Bostandır da insan bədəni. Bir torpaq sahəsi kimidir. Nə əkəcəksən, onu da biçəcəksən. Haram yiyəcəksən, haram formalaşacaq. Halal yiyəcəksən, halal formalaşacaq. İmam da bizə orucun ədəb dərslərini öyrədəndə deyir ki, mədəniz ac qalan oruclardan olmayın. Bədəninizlə ruhunuz arasında təmas yaradan bir oruç tutun. Onda bilərsiniz ki, orucun olan şeydir. Allah'ın ve İzzet-i Celal'ına bizim hamımıza özünün beğendiği oruç tutanlardan karar versin inşallah.